Demək, lərgə yeyirəm. Çox xoşum gəlir mən bundan. Bu sarılar lərgədir. İndi bilirəm ki, soruşacaqsınız ki, lərgə harda satılır? Qoy indidən deyim. Demək, lərgə bazarlarda olur adətən. Bazarlarda olur. Cəlilabad Masallı Astara, Lənkəran zonasının sevimli belə deyim də qidalarından biridir inşallah. Demək, harda satılır? Demək, faktiki olaraq Baxçalda var. Baxçaldan ala bilərsiniz. Sonra inşallah ki, gələcəkdə fitoklublarda da olacaq inşallah. Tərəvəzlə yeyirəm. Bol tərəvəz. Baxın, bol tərəvəz. Naxçıvan duzu ilə qoyulmuş qırmızı kələm, turşusu, ağ kələm və s. çox şey var bunun içində, kök falan. Bir də mən yağla qarışdırıram, xoşum gəlir. Yessamindən almışam bu yağı. Nəsim metrosunun yaxınlığında Yessamin var. Oradan da ala bilərsiniz. Bilirəm də yazacaqsınız. Bir də Xırdalanda Mədəniyyət evindən üzbəüzdür Yessamin. Çox gözəl yağdır. Sər-sərdə bundan yeyirəm. Məqsəd nədir? Bir qida. Bir qidanı bolluca yeyə bilərsiniz. Burada problem yoxdur. Tərəvəzlə, çörəksiz. Artıq bunun üstündə ət olsa bu uzlaşmır, xarab olacaq. Bunun yanında qiriçka olsa yenə xarab olacaq. Bunun yanında bir dənə sup qoyub onu içsəz, yenə də bu olmur. Yəni bir qidanı inşallah ki, yeyə bilərsiniz. Onun həzmini də siz gözəl hiss edəcəksiniz, rahat həzmə getməyin. Əgər bunu biz yediksə, lərgə, rahat bir 2 saat, yarım 3 saat mən artıq heç nə yeməyəcəm. Nə bunun üstündən su içə bilərəm, nə də heç bir şey yeyə bilmərəm. Bunun həzmi tamamlanmalıdır. Yəni bizi xəstə eləyən qidadır, nəfsimizdir. Bizi sağlam eləyən yenə qidadır, yenə nəfsimizdir. Nəfsinizə qalib gəlin inşallah.